Həm məhsulumu burada videolar paylaşaraq reklam edirdim, həmçində canlı yayında reklam edirdim. 40 min nəfər eyni reklamı görürdü orada və izləyicilər həmin satıcının nömrəsinə yönləndirilirdi. 9 manat, 12 manat bu aralıqlarda gücləri nəyə çatırdısa pul atırdılar mənə. TikTokdan pul qazanmaq istəyirsənsə izləməyə davam et. Dostlar, siz buradan pul qazanmaq istəyirsə nəzərinizdə saxlayın ki, 3 qayda var. Buna diqqət etməlisiniz. Bu qaydaların birincisi 18 yaş və yuxarı olmaqdır. Yəni 18 yaşdan aşağı yaşınız varsa bu işlə pul qazana bilməyəcəksiniz. Başqa yollara yönəlmənizi tövsiyə edirəm. İndi gələcəkdə də TikTokdan 18 yaş altı necə pul qazanmaq olar bu haqqda video çəkəcəm. Kommentlər bölümündə də bunu qeyd edərsiniz və əlavə olaraq keyfiyyətli kameraya məxsus bir smartfona ehtiyacınız var. Bu yolla pul qazanmaq istəyirsə, misal üçün fərq etmir hansı markanın olursa olsun, əsas odur ki, keyfiyyətli kameraya məxsus bir smartfonunuz olsun və bundan əlavə səliqəli və düzgün şəkildə ayarlanmış bir TikTok səhifəsinə ehtiyacınız var. Burada da yəni yayın edəcəyik deyə biz səhifəmiz düzgün şəkildə ayarlanmış olmalıdır. Baxın, gördüyünüz kimi bu da mənim TikTok səhifəmdir. Bunun düzdür ayarlarını pozmuşam. Baxın, gördüyünüz kimi profil şəklinə qədər mən aradan qaldırmışam. Çünki gələcək videolarda mən TikTok səhifəsini necə ayarlamaq lazımdır, bunu sizin üçün çəkəcəm. Yəni səliqəli və tam oturmuş, yerinə oturmuş bir TikTok səhifəsinə ehtiyacınız var. İndi irəliləyən dəqiqələrdə bu haqqda geniş məlumat verəcəm. Niyə bunlar bizə lazımdır, onu öyrənəcəksiniz. Bəli dostlar, az öncə də eşitdiyiniz kimi biz yayın üzərindən pul qazanacağıq. Ona görə də bu dediyim 3 şey bizə çox vacib lazımdır. Baxın, qısaca nümunə çəkəcəm. Mənim nə demək istədiyimi yaxşı şəkildə başa düşəcəksiniz. Mən əvvəllər deməli TikTok üzərində yayınlar açıb yayında öz biliyimi reklam edirdim. Bilik deyərkən, yəni üzümü götürüb yayına falan qoymurdum və yaxud da oranı buranı çəkmirdim. Sadəcə olaraq ekrana bir yazı qoyurdum. İzləyicilər də o yazını görüb mənimlə əlaqə saxlayırdı. WhatsApp nömrəmə yazırdı. Mən də onların problemini həll edirdim. Qarşılığında isə 3-5 manat pul qazanırdım. Yəni belə olurdu. Daha sonra pullar topalanıb yaxşı miqdarda pul edirdi. Deməli mən nə edirdim? Texnologiyadan, kompüterdən, telefondan anlayışım var. Bunu özünüz məndən yaxşı bilirsiniz. Texnoklub YouTube kanalından bunu bilərsiniz əlbəttə. Deməli mən ekrana yazmışdım ki, telefonda, modemdə və yaxud da kompüterdə probleminiz varsa mənimlə əlaqə saxlayın. İndi yazını tapsam sizin üçün ekrana qoyacağam. Həmin yazını ekrana qoymuşdum və yavaş-yavaş başlayıb söhbət edirdim orada. Bir izləyici misal üçün yazırdı ki, mənim modemim öz-özünə sönüb qoşulur. Bu problemi mən necə həll edə bilərəm? Onu cavablayarkən digər istifadəçilər də görürdü ki, mən burada anlayışım var və izləyiciyə düzgün cavablar verə bilirəm və köməklik göstərə bilirəm. Həmin istifadəçilər də problemləri varsa, onlar da yazırdı. Əgər uyğun idisə onlara da mənimlə əlaqə saxlayırdı. WhatsApp nömrəsi qoymuşdum TikTok səhifəsinə. Yəni az öncə də mən sizə qeyd etdim ki, düzgün ayarlanmış TikTok səhifəsi lazımdır. Səbəbi isə buna görə lazım idi ki, bizim burada izləyicilər əlaqə saxlayanda bizim nömrəmizi hardan tapması lazımdır. Bunu TikTok səhifəsinə girib tapırdılar. Bundan başqa şeylər də var. Yavaş-yavaş indi deyəcəm. Yəni o nömrə ilə gəlib əlaqə saxlayırdılar mənə yazdıqdan sonra mən onlara köməklik göstərirdim. Əgər problemlərin həll edə bilirdimsə, onlara kart atırdım. Onlar da 3 manat, 5 manat, 9 manat, 12 manat bu aralıqlarda gücləri nəyə çatırdısa pul atırdılar mənə. Qısaca dəstək qarşılığında biliyimi satırdım. Yəni bu formada idi. Düzgün bir şeydi. Şəxsən bunu çoxları edir TikTokda, bəlkə canlılarda görmüsünüz. İndi bundan əlavə olaraq nümunələr deyəcəm. Daha maraqlı gələcək bu iş isə. Mən indi burada texnoloji dəstək verirdim da, yəni izləyicilərə bir məlumat verirdim, onun qarşılığında da pul alırdım. Siz indi bunu ümumi dəstək üzərindən də götürə bilərsiniz. Misal üçün Azərbaycan dili dərsləri, riyaziyyat dərsləri, daha sonra başqa nə istəyirsinizsə bu ola bilər. Misal üçün maşın ustasısınız, maşından yaxşı anlayışınız var. İzləyicilərə o formada dəstək verib köməklik göstərə bilərsiniz. Eynən mənim etdiyim kimi. Daha sonra bundan əlavə olaraq hər hansı bir məhsulu sata bilərsiniz. Bəli, mən bunu belə özüm etmişəm. Çünki canlı yayınlarım çox yaxşı izlənirdi və bəzi satıcılar mənimlə əlaqə saxlayırdı və görürdü ki, mən yaxşı şəkildə canlı yayını idarə edə bilirəm, orada danışa bilirəm rahat və izləyicini ekranda tuta bilirəm və bunun qarşılığında mənə bəzən reklam da etdirirdilər. Bəli, düz eşitdiniz. Az öncə qeyd etdiyim ekrana yazdığım yazını dəyişirdim, oraya reklam yazısını qoyurdum və anidən misal üçün 40 min nəfər məni izləyirdisə, 40 min nəfər eyni reklamı görürdü orada və izləyicilər həmin satıcının nömrəsinə yönləndirilirdi və oradan satıcı da pul qazanırdı, mən də izləyici qazanırdım, həm də satıcının mənə verdiyi puldan da gəlir əldə edirdim. Yəni hər hansı bir məhsul sataraq da bunu edə bilərsiniz. İndi mən başqası üçün satmışam, sizin özünüzün də bir məhsulunuz varsa, onu da sata bilərsiniz. Yəni bu haqqda geniş videolar çəkəcəm inşallah. Xəbər və ya məlumat xarakterli yayınlar da aça bilərsiniz. Misal üçün hətta belə bəzən görürəm mən bunları hava xəbərlərini deyən məlumatlar var. Misal üçün biri yazır ki, İstanbulda hava necə
necə olacaq? Bunu yazırlar yayına. Yayında anlayışı olan varsa o məsələ haqqında xəbərdarlığı verir, yəni hava haqqında məlumatı verir. O da onun qarşılığında ya ona jeton şəklində pul göndərir, ya da ki kartına pul göndərir. Bunu indi TikToka yaxşı baxsaz özünüz görəcəksiniz. Yalnız belə xəbər deyil, başqa şeylərin də xəbərləri ola bilər orada. İndi mən bunu nümunə çəkdim, amma hər cürə şey var orada. İndi dostlar, əlavə olaraq da burada başqa şeylər də var. Baxın, misal üçün musiqi ifa eləmək. Bəzən görmüsüz, biri gitara çalır, biri sintezator ifa edir. Yəni hər cürə musiqi alətində ifa eləyə bilərsiniz. Bunu bəzən görərsiniz. Küçələrdə misal üçün biri gitara ifa eləyirsə, qarşısına gitaranın qutusunu yerləşdirir və hər dəfəsində dinləyici onu dinlədikcə oraya pul atır. Eynən bu da onun kimidir. Bunu sadəcə onlayn hala gətirirsiniz və onlayn formada gitara və yaxud da digər musiqi alətlərini ifa edirsiniz. Bu da çox yaxşı işdir. Bunu da edə bilərsiniz. Hər hansı bir musiqi alətindən anlayışınız varsa, düzgün ifa eləyə bilirsinizsə, bunu da edə bilərsiniz. Və son olaraq bir şey də deyim. Oyun yayımları açmaq. Misal üçün bu PUBG ola bilər, Minecraft ola bilər, Brawl Stars ola bilər. Fərq etmir. Yayında oyun da oynayıb izləyicilərlə söhbət yaradıb müəyyən bir kütlə toplaya bilərsiniz özünüz üçün və o kütləni gələcəkdə reklam üçün istifadə etmək olar. Burada şifahi deyirəm, amma hamısını ətraflı şəkildə göstərəcəm. Çünki hamısına görə nümunə səhifələrimiz var. Hamısını göstərəcəm. Nə qədər pul qazanır, nə qədər gəlir əldə eləyir ayda, hamısını öyrənəcəksiniz. Dostlar, bunları indi nümunə kimi dedim. Qısa formada nümunə olaraq da deyim ki, TikTokda canlı yayında izləyicini necə qaldırmaq olar, onu da deyim. Baxın, qısa nümunə verəcəm, amma gələcəkdə bunları video kimi də mən çəkəcəm sizlər üçün. Deməli, TikTok səhifənizdə canlı yayın açırsınızsa, düzənli olaraq ya 2 gündən bir, ya hər gün bir dənə video da paylaşın. Misal üçün, baxın, mənim burada videolarıma baxın. Elə texnologiyaya, telefonlara, kompüterlərə, modemlərə aid hər cürə video var. Hamısının da izlənməsi çox yaxşıdır. Özünüz bunu çox yaxşı şəkildə ekranda görürsünüz. İzlənmələr mənə bəs edəcək səviyyədə idi. Həm məhsulumu burada ekranda videolar paylaşaraq reklam edirdim, həmçində canlı yayında reklam edirdim. Yəni bu videonu izləyən, əgər mən hazırda canlı yayındayamsa, gəlib mənim yayınıma da girib oradan mənə suallar verirdi. Yəni bu videoların mənə dəhşət dərəcədə çox köməyi olurdu. Ona görə də tövsiyə edirəm ki, ən azından 2 gündə bir dəfə video paylaşın. Vaxtınız yoxdursa, ən az həftəyə 3 dənəsini belə paylaşa bilərsiniz. Əsas odur ki, canlı yayını açmasaz belə səhifənizin aktiv qalması üçün video paylaşmaq çox vacibdir. Həmçində az öncə qeyd etdiyim kimi yeni izləyicilər gətirir. Yəni video paylaşmaq çox vacibdir. Buna diqqət edirsiniz. Və dostlar, əlavə olaraq da onu qeyd edim ki, yenə canlı yayın izləyicisini artırmaq istəyirsinizsə, çalışın izləyicilərinizlə səmimi olun. Misal üçün, biri sizdən bu mouse haqqında məlumat soruşursa, sizin bundan anlayışınız yoxdursa, boş-boşuna məlumat verməyə çalışmayın. Deyin ki, dostum, xahiş edirəm, nəzərə al məni. Mənim bu telefondan, bu mousedan anlayışım yoxdur. Ona görə də sənə cavab verə bilməyəcəm. Belə şeylərdir. Misal üçün, başqa şeylərdə də nümunə eləmək olar bunu. Əsas odur ki, siz nəzərinizdə saxlayın ki, izləyicilərlə səmimi olun. Yalandan boş yerə məlumat verməyin. Anlayışınız olmayan bir şey haqqında izləyiciləri bir yerə yönləndirməyin. Yəni bu iki qısa yolla da siz canlı yayınlarınızı inkişaf elətdirə bilərsiniz və izləyici toplaya bilərsiniz. İndi burada nümunə kimi göstərdim. Bunları yavaş-yavaş gələcəkdə video halında oxutma siyahısı açacağam və içinə yerləşdirəcəm. Siz də baxıb faydalanarsınız. Dostlar, videodan çıxmamısınızsa, əgər bura qədər izləmisinizsə, sizə təşəkkürlərimi bildirirəm və nəzərinizdə saxlayın ki, ekranda gördüyünüz kimi YouTube kanalımız açıqdır. Bu kanalda biz gələcəkdə pul qazanma videoları paylaşacağıq. Elə bu videoda onlardan biridir və hətta belə bu video birincisidir. Yəni pul qazanma videoları gələcək. Düzgün və tam dəqiq, konkret şəkildə pul qazanma yollarını paylaşacağam. Bəziləri kimi yalandan pul qazandırmayan və yaxud da pulu çəkə bilmədiyimiz saytlar olmayacaq. Tam dəqiq, konkret qazana biləcəklərimiz yollar göstərəcəyik sizə. Yəni bizlərə dəstək olmaq istəyirsə, aşağıdan kanalımıza abunə olub videomuza like atın, bir də bildiriş zəncini də aktiv edin ki, belə videolar atdığımızda öncədən xəbərdar olaq. Əlavə olaraq da onu qeyd edim ki, YouTube kanal icmalları, YouTube haqqında digər məlumatlar da bu kanalda olacaq. Bilirəm, Texnoklub kanalından da bu kanala yönləndirilənlər olub. Yəni YouTube haqqında da bu kanalda məlumat verəcəyik. İcmallar falan hamısı təkrardan sıfırdan başlayacaq və burada olacaq. Çox xahiş edirəm, kanalımıza dəstək olun. Və dostlar, az öncə mən sizə jetonlardan pul qazanmaq yolu dedim. Yəni izləyicilər sizə canlı yayından jeton atırsa, o pulu rahat bir şəkildə Azərbaycana məxsus bir karta çəkə bilərsiniz. Yəni bu bir kart olsun və yaxud da Beynəlxalq Bankın kartı olsun, fərq etmir, bunu çəkə bilərsiniz. Bunun üçün Texnoklub kanalına bir video atmışam. Hətta belə kommentlər bölümünə ən üstə yerləşdirəcəm. Həmin videoya daxil olub buradan TikTokdakı pulu kartınıza çəkə bilərsiniz. İndi burada qısa məlumatlar verdim mən sizə, amma bu işlə maraqlananlar varsa və bu videonu tapıbsa, onlar üçün bu video faydalı olacaq. Yəni nəzərinizdə saxlayın, pul çəkmək istəyirsinizsə, kommentlər bölümünə ən üstdə sizin üçün video sabitləmişəm.
ona baxa bilərsiniz. Bəli dostlar, sizə verəcəyim şifahi məlumatlar bunlar idi. İnşallah bu məlumatlar sizin işinizə yaramışdır. Az öncə də qeyd etdiyim kimi nə videoları paylaşacağam, nə edəcəm, hamısı haqqında məlumat verdim. İnşallah bu video faydalı olmuşdur. Az öncə qeyd etdiyim kimi mən sizə burada şifahi qeyd etdiyim yolların hamısını tam dəqiq açıq-aşkar şəkildə göstərəcəm. İndi ilk videodur deyə bunu elə belə atıram. Gələcəkdə yavaş-yavaş təkmilləşdikcə faydalı formada daha geniş şəkildə videolar çəkəcəm. Sağda solda izləyə biləcəyiniz başqa videolar da çıxdı. İstəsəz onlara da baxa bilərsiniz. Dəstək üçün kanala abunə olun və videoya like atın. Sağ olun, salamat qalın.